Message and answer the questions. Mətni oxuyun və sualları cavablandırın. Venice is one of the most unique cities with no cars in the world. Venesiya dünyanın heç bir avtomobili olmayan ən unikal şəhərlərindən biridir. It's in Italy. O, İtaliyadadır. It was built on many small islands connected by canals and bridges. Kanallar və körpülərlə birləşən bir çox kiçik adalar üzərində qurulmuşdur. People travel around by boat in Venice because there are no cars. Venesiyada maşın olmadığı üçün insanlar qayıqla gəzirlər. The most famous boat is a small black boat that tourists love to ride. Ən məşhur qayıq turistlərin minməyə çox sevdiyi kiçik qara qayıqdır. In the middle of the city, there is St. Mark's Square, a place filled with pigeons, musicians and cafes. Ən məşhur şəhərin ortasında göyərçinlər, musiqiçilər və kafelərlə dolu olan müqəddəs Mark meydanı var. Every year Venice hosts the famous carnival. Hər il Venesiya məşhur karnavala ev sahibliyi edir. During carnival, people wear beautiful masks and costumes. Karnaval zamanı insanlar gözəl maskalar və kostyumlar geyinirlər. The streets and the squares are full of music, dancing and celebrations. Küçələr və meydanlar musiqi, rəqs və şənliklərlə doludur. Venice is also famous for its art and glass making. Venesiya həm də sənət və şüşə istehsalı ilə məşhurdur. The island of Murano is known for making beautiful glass items by hand. Qeyd olunur ki, Murano adası əli ilə gözəl şüşə əşyalar hazırlamaqda tanınır. The other island, Burano Island, is famous for its brightly colored houses. Digər ada, Burano adası parlaq rəngli evləri ilə məşhurdur. Sadly, Venice is sinking slowly and rising water levels sometimes flood the city. Təəssüf ki, Venesiya yavaş-yavaş batmaqdadır və suyun səviyyəsinin yüksəlməsi bəzən şəhəri bulandırır. But people work hard to protect and save this wonderful place. Ancaq insanlar bu gözəl yeri qorumaq və xilas etmək üçün çox çalışırlar. Venice is different from other cities. Venesiya digər şəhərlərdən fərqlidir. Its beauty, art and history make it one of the most special places in the world. Gözəlliyi, sənəti və tarixi onu dünyanın ən xüsusi yerlərindən birinə çevirir. Mətnimizlə əlaqəli ilk sualımızda choose the false statement according to the passage. Mətnə əsasən yanlış cümləni seçin deyir. Venice is one of the well-known cities in the world. Venesiya dünyanın məşhur şəhərlərindən biridir kimi yazılıb. Mətnə əsasən bu məlumatımız doğrudur, yanlış deyil. Tourists like to ride small black boats. Turistlər qara balaca qayıqları sürməyi xoşlayır. İkinci cümləmiz də mətndə var idi. Mətnə əsasən onların qara balaca qayıq sürməyi xoşlaması qeyd olunur. Daha sonra C variantında people put on beautiful mask and costume during carnival. İnsanlar karnaval vaxtı gözəl maskalar və kostyumlar geyinirlər. Üçüncü, yəni C variantındakı məlumat da mətnimizdə var. İnsanların burada maska və kostyum geyinməsinə bağlı məlumat verildiyi üçün düzgün hesab olunur. There are many pigeons and cafes in the St. Mark's Square. Müqəddəs Mark meydanında çoxlu göyərçinlər və kafelər var. Mətnimizə əsasən məlumatımızda yenə də qeyd olunan hissədə biz həmin göyərçinlər və kafe olduğu məlumatını gördüyümüz üçün onu true hesab edirik. Və Y variantında tourists and the people of Venice travel only by cars. Turistlər və Venesiyadakı insanlar yalnız maşınla hərəkət edir, səyahət edir. Məlumat yanlış olan Y variantındadır, çünki Venesiya maşın olmayan şəhər sayıldığına görə düzgün cavabımız, yəni mətnə əsasən false götürdüyümüz cavabımız Y variantı olacaqdır.